A1 ampermetrinin göstərişi 4 amper olarsa, A2 ampermetrinin göstərişi neçə amperdir? Deməli, burada müqavimət R-dir və 4 amper cəryan keçib. Onda müqavimət 2R olanda nə qədər cəryan keçər? Məlumdur ki, paralel qoşulmada U konstant olur. Ona görə də I bərabər U böl R-ə əsasən cəryan şiddəti müqavimətlə tərs mütənasib asılı olur. Əgər R-dən 4 amper cəryan keçibsə, 2R-dən 2 amper cəryan keçər. Yəni müqavimət artdığı üçün keçən cəryan azalar. 2 amper. Onda yuxarıdakı 4 amperlə aşağıdakı 2 amper gəlib burada toplanır. Və buradan 6 amper cəryan keçir, gəlir bura çatır. 6 amper cəryan gəlib bura çatdıqdan sonra isə yuxarıda R müqavimət var, aşağıda 3R. Cəryan elə bölünməlidir ki, bunların arasında az müqavimətə çox cəryan düşsün, çox müqavimətə az cəryan düşsün. Yəni ki, mən buna 3I deyəcəm, buna da I deyəcəm. Niyə? Çünki burada müqavimət R-dir, burada 3R-dir. Buradan bura keçəndə müqavimət 3 dəfə artıbsa, cəryan 3 dəfə azalmalıdır. Cəmi 4I cəryandır. 4I cəryan 6 amperə bərabərdirsə, I bərabər olacaq 6 bölünsün 4 amper. Yəni ki, 1,5 amper. Onda belə çıxır ki, buradan 1,5 amper cəryan keçəcək. Buradan isə 4,5 amper cəryan keçəcək və cəmi 6 amper edəcək. A2 ampermetrinin göstərişi olar 1,5 amper.